Xəstəxananın binası. 34 nəfər ailə qalıb işsiz. İxtisarlaşma gedib. Neftçalanın Xolqaraqaşlı kənd sahə xəstəxanasında çalışan 54 əməkdaşdan 34-ünün islahat adı altında işdən çıxarıldığı bildirilir. Məlumata görə işdən azad edilənlərin 20-si kiçik tibb işçisidir. İşçilərin sözlərinə görə isə qəfildən xəbər edilən bu qərarın səbəbləri onlara izah edilməyib. Yalnız yeni iş tapmaları üçün 2 aylıq möhlət verilib. Çox gözlənilməz olub onlar üçün və yığılmışdılar xəstəxanaya və bu xəbərin doğru ya da ki, səhv olduğu ilə bağlı hansısa bir rəsmi qurumdan nəsə gözləyirdilər, amma əlbəttə ki, gələn olmadı. Əməkdaşlar ixtisarların şəffaf aparılmadığını, bəzi işçilərin şəxsi əlaqələr hesabına işdə saxlanıldığını iddia edirlər. Məlumata görə 21 tibb başçısından 13-ü işdən çıxarılıb və cəmi 8 nəfər tibb başçısı saxlanılıb. Bu, hər 600-800 nəfərə bir tibb başçısı normativi ilə əsaslandırılıb. Xəstəxananın xidmət göstərdiyi 2 kənddə isə ümumilikdə 4800 nəfər yaşayır. Əməkdaşlara kompensasiya və ya işsizlik ödənişləri barədə məlumat verilmədiyi deyilir. İllərlə işlədikləri işlərindən məhrum edilirlər qəfil. Mən onların bir neçəsi ilə danışmışam. Yəni ki, bir evdə bir adam işləyir. Bir evdə bir adam maaşı aparır evə. Buna görə də vəziyyət daha da acınacaqlı məsələdir və çoxsunun krediti var, borcu var. Vəfa Nağının sözlərinə görə ona bildirilən məlumatlarda xəstəxananın 2-3 ay ərzində bağlanacağı da vurğulanıb. İşçilər isə deyir ki, ixtisarlar nəticəsində xəstəxanada artıq keçə növbəsi fəaliyyət göstərmir və bu, rayon mərkəzindən 55 km uzaqda yaşayan sakinlərin tibbi xidmətə çıxışını çətinləşdirir. Onların fikrincə, islahatlar kadr ixtisarına deyil, təcili yardım və digər tibbi çatışmazlıqların aradan qaldırılmasına yönəlməli idi. Çünki xəstəxananın olduğu ərazinin ən çox problem yaşadığı mövzulardan biri də məhz budur. O boyda 5 kənddə bir xəstəxana var və bu xəstəxanadakı işçilərin də təxirə salınması əlbəttə ki, onların həyatına böyük təsir edəcək. İnsanların həm işlərini itirirlər, həm orada yaşayan insanlar tibb xidmətlərinə çıxışından belə deyək də əl qoyulur. Vəfa Nağı ixtisarların yalnız adı çəkilən xəstəxana ilə məhdudlaşmadığını, bütün respublika üzrə davam etdiyini deyir. O düşünür ki, islahatlar adı ilə atılan bu addımlar sadəcə büdcə kəsintisi ilə bağlıdır və bunu insanların tibbi xidmətə çıxışı ilə kompensasiya etməyə çalışmaq onların ibtidai hüquqlarına zərbədir. Təkcə Xolqaraqaşlı kəndindəki xəstəxana yox, o tibb məntəqələrində olan tibb bacıları belə ixtisara düşüb. Neftçala rayonu Qaçaqkən kəndində 5 nəfər tibb bacısı var idisə, artıq onun 3-ünü ixtisar ediblər, qalıb 2 nəfər. Yəqin ki, bütün respublika üzrə yavaş-yavaş mərhələli şəkildə gedir. Çünki məndə də bu məlumat var. Neftçala rayonu mərkəzi xəstəxanasında da qəfil 100 nəfər ixtisar edilib və illərin tibb bacıları və s. Mən əlaqə saxladım. Sakinlər dedi ki, bəli, bu düzgün məlumatdır. Hətta siyahını təbib göndərib və bu məsələlərlə təbib məşğuldur. Hətta məsələn dünənləri işçilərdən biri dedi ki, biz istəmirik orada təbib kimi bir qurum olsun, çünki təbib ancaq ixtisar eləməklə məşğuldur işçiləri. Əlbəttə ki, indi bu yəqin ki, təbibdən də asılı məsələdir. Məsələ daha böyük və yuxarıdan gələn bir qərardır. Məsələ ilə bağlı təbibin mövqeyini öyrənmək mümkün olmayıb. Qurumun mətbuat xidməti göndərdiyimiz sorğulara cavab verməyib. Bu, regionlarda səhiyyə işçilərinin ixtisarı ilə bağlı ilk narazılıq deyil. Bu ilin yanvarında müxtəlif rayonlardan stomatoloqlar təbib qarşısında aksiya keçirərək ştat ixtisarlarına etiraz etmişdilər. Təbib isə həmin vaxt bəzi stomatoloji xidmətlər üzrə tələbatın aşağı, resurs istifadəsinin qeyri-səmərəli olduğunu bildirərək ixtisarların əmək qanunvericiliyinə uyğun aparıldığını açıqlamışdı.